Türkiyənin məşhur beyti kababını şəhərdə türklərin özündən daha yaxşı hazırlayan 5 yer varsa biri də buradır. Gəlin sizə çox adamın bilmədiyi bir fakt deyim. Beyti ilk dəfə 1960-cı illərdə bunu hazırlayan şəxsin adıdır. Ona görə də adına beyti kabab deyirlər. Ölkədə çox yerdə verilir, amma hər yerdə belə mini set şəklində verilmir. Beyranın beytisinin gözəlliyinə adam bir beyt şeir demək istəyir. Amma şəxsən mənə görə bizim kabablar istisnasız olaraq türk kabablarından daha ləzzətlidir. Beyranda milli kabablardan ibarət bir set var. Bax belə o dalov içində gətirirlər. Setə nələr daxildir? Antrikotlar, tikə, lülə, məkana özəl badımcan kababı, toyuğun lüləsi, tikəsi, tərəvəz kababları, bundan başqa salatlar, məzələr, içkilər və setin şah damarı, şah plov. Yanında kartof közləmə ilə birgə. Bir sözlə 4-5 nəfərin doya biləcəyi bir bolluq var. Qiyməti 99 manatdır. İndi ucuzdur, bahadır, buna siz qərar verin. Hə, bu da son deyil, setə bir çaynik çay da daxildir. Getdiyi hər yerdə ən azı bir şeyi bəyənməyən Amerika sayağı şəkili oğlan Sadiq Fərzəlbəy üçün bura bəlkə də yeganə yerdir ki, tənqid eləməyə bir şey tapmır. İstər tikəsi, istər lüləsi o qədər yaxşı hazırlanmışdı ki, bilmirəm videodan o keyfiyyəti hiss edə bilirsinizmi? Puf çörəyin arasına biraz haydari, biraz beyran əzməsi, biraz da lülədən qoyub yeyəndə adamın gözlərindən ürək çıxır. Mənim kimi badımcanı sevməyən adam burada çox ləzzət alaraq yedim. Şefin əllərinə sağlıq. Çəkib göstərmək məndən, bəyənib şərh yazmaq da sizdən.